Hamıya salam dostlar, mən Tayza. Bugün sizlərlə birlikdə Brawl Stars 1 level serisinin qaldığımız yerdən davam edirik. Bugün ilk dəfə facecamlı video çəkirəm, yəni üzümü göstərdiyim video çəkirəm. Niyə bunu eləyirəm? Çünki niyə olmasın? Yəni bundan sonra ara bilmirəm, yəni bəlkə həmişə belə çəkirəm, bəlkə arada olmaya da bilər. Neysə, bugün 1 level serisində 10.000 kupa olacaq. Bu video üçün əziyyət çəkmişəm. Ona görə bir 15 like gözləyirəm sizdən. İndi isə gördüyünüz kimi 1 level hesabdayıq. 9954 kupayıq. 1 level gördüyünüz kimi hamısı 1 leveldir. Axırıncı dəfə 7000 kupa olmuşduq deyəsən. Bilmirəm xatırlayırsınız ya yox. Baxın 1 level Charlie'm də var. 1000 kupa yani. Sonra Colt'da Mecha Colt'da aldım bildiğiniz gibi. Ondan sonra ise dostlar Leon'u 600 kupa elədim ve Leon'a da saf altın Leon aldım. Neyse indi ise bu hesabda 10.000 kupa olmak istəyirəm. İndi buradan birinci bunları açaq. Gördüğünüz gibi bunları açdıq. İndi tek hesaplaşmaya girəcəm. Əlbəttə 1 level olduğumuz üçün pusmalıyam. Onda başlayaq. Gördüyünüz kimi indi 9 nəfər qaldı. Burada Bella var. İnternet biraz pisdir. Bir dəqiqə qaçsam yaxşı olar. Gördüyünüz kimi internet də həmişə kimi pisdir. Bir də dostlar başqa nə oyunlar, nə oyun çekim onu da yazı bilərsiniz yorumlarda. Bir dəqiqə bunu öldürməyi yoxlasam görəsən öldürə bilərəm yoxsa o məni öldürər. Yoxlamadım ona görə. Neysə onda biraz pusay. Əgər Penny bizə öldürməsə yaxşı olur. Yoxlayacağım. Öldürdüm. Şansa bala həyatda qaldıq. Bella də fürsətçilik eləmək istədi amma olmadı. Kit gəlir 14 yük. Oy da özümü göstərməsəm yaxşı idi. Neysə. Peki bundan sonra dostlar sadəcə oyun videoları yox, başqa cür videolar da gələcək. Yəni gözləmədə qalın. Yəni yaxşı olacaq. Tiklə oynayıram çünki bunun kupası azdır. Bir dəqiqə kamerayı düzəldir. Bunun kupası azdır ona görə bununla oynayıram. Ki asan udubilək. 50 kupa qalıb, 50 yox, 46 falan. 5 kişi qaldı. Tik də deyir, bir nəfər vursa Pramoy öləcək. Bir də ki baxmayın mənim 1 level hesabda oynadığıma. Bu sadəcə bir seridir, yoxsa 72.000 kupayam. Yəni bilən bilər. İnternet də həmişə kimi, bomba kimi getdi. Əla. İkinci oldum. Yəni ikincilik yaxşıdır. Və 4 dənə görev tamamlandı. İndicə qusmasını eləməmişəm, qeyd eləməmişəm. Olar belə. Yəni ilk dəfə belə eləyirəm ona görə. Yadımdan çıxıb. Burada açmışam, burada yox. Neysə 15 kupa da qazandıq yəni. Onsuz da botlarla olan maç, yəni çox da abartmaya ehtiyac yoxdur. İndi 6 kişi qaldı. Mən niyə divara girirəm? Bu internet bir dənə məndə deyil yəqin ki. Azərbaycanda məncə hamıda belə olmalıdır. Amma mən yəni bu oyunu 4 ildə oynayıram. Hətta 5 il oldu. Yəni həmişə belə olur internet. Yəni düzdür arada yaxşı olabilir amma yəni də. Neysə boş danışmayaq. Görək burada baxın 8 bit var. Ondan da əvvəl Darley var. Necə burada hamı yığışıb. Amma bu da getdi. Bir dəqiqə bunu da öldürək. Aha 15 kupada gəldi. Əla. İndi baxayıq 30 kupa gəlməlidir bizə. Çıxışa bastım.
Və gördüyünüz kimi 30 kupa da gəldi və 3 kupa qaldı. Bu da son turdur. Baxın, ən az kupalı karakterimiz nədir? Əlbəttə ki, tik. Bir də ki, əgər video izlənsə falan, bu 11 səviyyə Penny'nin olması, yəni yoldan ibarətdir. Baxın, bu yol var, nə bilim. Təzə başlayanlar. Yəni heç oynanmayacaq Penny. Yəni bu serinin amacı budur. Neysə. İndi bu oyunu qazansaq 10.000 kupa oluruq. Və gördüyünüz kimi botlar gəldi. Bu səfər pusuyam. Yəni ən yaxşısı pusma idi. Çünki 1 leveldir də, yəni. Nə gözləyirsiniz? Yəni onsuz da mən 1 level 1000 kupa challenge var. Onu da pusaraq eləmişəm onsuz. Düzdür. Yəni mücadilə vermişəm. Bir də ki, onun da videosu var kanalda. Gedib izləyə bilərsiniz. Əlbəttə ki, bu mənim ilk üzümü göstərdiyim videodur. Neysə, görək, bu dəqiqə 4 doldu, hətta öldürürəm özümü. Öldürəmi? Əmin idi, dolğu əmin deyirəm. Neysə. Gördüyünüz kimi 9 kupamız gəldi, 2 dənə də görəv tamamladıq. Çıxışa bastım. Və gördüyünüz kimi %92'də qaldı. Neysə, gözləyək. Destansı yazdı. Destansı. Neysə, açıq. Bir dənə də gəldi, yəni ender çıxması normaldır. Və gördüyünüz kimi 1 level serisində 10.000 kupaya çatdıq. Bəli, gördüyünüz kimi 10.006 kupa. Və burada efsanevi kutumuz var. Hazırsanız açıram. Bastım kutuya. Bu videoya like atıp abone olsanız sevinərəm. Bir dənə də yorum atın. Belki keşfete zat düşdük. Neysə. Açıram. Açdım getdi. Bu nədir? Tara'nın kostümü çıxdı. Geçən. Problem yoxdur. Karakter çıxsa daha yaxşı olardı və efsanevi karakter zat. Amma destansı kostüm çıxdı da yəni. Və buradan Tara'nı seçək. Baxayım necə kostümdür. Məndə ana hesabımda yoxdur bu kostümdən. Yəni, bir dəqiqə. Tara'nı görmürəm. Tara hardasan Tara? Tara yoxdur. Bir dəqiqə. Mənim Tara'm yoxdur. Mənim Tara'm yoxdur. Hə, buradaymış. Gördüyünüz kimi çöl fırtınası Tara. Məndə bu da var idi. Etkinlikdə qazanmışdım. Neysə. Neysə dostlar, bugün 10.000 kupa olduq 1 level serisində. Bu seriyə başlayanda ilk hədəfim buydu. Bir dəqiqə 1 level adı neydi? Neysə. 10.000 kupa olmaq idi hədəfim. Oldum. İnşallah yəni əgər videolarım izlənməyə davam eləsə 20.000 kupaya da qalsa bilərik. Artıq baxarıq. Neysə dostlar, bugün ilk dəfə özümü göstərdiyim videonun da burada sonuna gəldik. Həm 10.000 kupa olduq. Onda sağ olun, salamat qalın.